Herkese salam, əziz izləyicilərim. Bugün sizi çox gözəl bir gündən salamlayırıq. Çünki bildiyiniz üzrə mən bu kanalda əsasən qızım üçün videolar çəkirəm. Yəni qızımı hara aparıram, gətirirəm, hara gedirik, gəlirik, nə yedizdirirəm, nə içizdirirəm, hər birini çəkirəm. Paylaşıram ki, gələcəkdə də baxsın, xatirə olaraq qalsın onun üçün. Və bu gün də günlərdən çox özəl bir gündür bizim üçün. Çünki qızımızı aparacağıq. Qızımızın qulağının piercing etdirməyə aparacağıq. Yəni qulaq deşimi etdirməyə. İnşallah ki, hər şey çox yaxşı olacaq. Birazdan da görəcəksiniz. Artıq səhərlər oyananda tək istəyi yemək, içmək olmur. Həm də oynamaq istəyir. Müxtəlif cür belə oyunlar hazırlayıram ki, ürəyi sıxılmasın. Təzəlikcə istəyir ki, biz onun əlindən tutaq, bütün evləri, otaqları gəzdirək. Gəzdirəndən sonra yenə ürəyi sıxılır və oturur yerdə belə alma ilə ya da hansısa oyuncaqla oynamağa başlayır. Və səhərlər ara öğündə veririk. Yəni səhər yeməyindən hardasa 1 saat sonra alma banan qarışımı veririk ya da evdə olan hər hansısa meyvəni püre halına gətirib veririk və iştahla yeyir. Və artıq burada mən İnci xanımın gecədən qalan əşyalarını yuyub hazırlayacağam. Burada gördüyünüz termosuydu. İçindəki artıq qalan suyu boşaltdım. Bu termosu ancaq ora-bura gedəndə istifadə edirəm. Bəzən gecələr istifadə edirəm və evdə qalan vaxtı istifadə etməməyə çalışıram ki, gec xarab olsun. Burada da kabritaları yeniləmək vaxtı gəlmişdi. Dibində az qalan kimi bir digərinin, yəni təzə açdığımın içərisinə doldururam. Burada da İnci ilə danışa-danışa onun kirlənmiş butulkalarını və başqa qab-qaşıqlarını yuyub təmizlədim. Nəhayət yollanırıq birlikdə piercingə. Biz seçimimizi Kamilla Sadiqdən etdik. Açığı mən çox araşdırdım. Bacardığım qədər ən yaxşı piercing ustasını axtarıb tapmağa çalışdım. İstəmədim ki, qızım ağrı çəksin. Düzdür, bir çoxları düşünür ki, onsuz da körpədir, nə vaxt xatırlayacaq ki onu. Amma mən bir ana olaraq çox həssasam. Bilirəm kənardan bəzilərinə görə çox soyuqqanlı və vecsiz görsənə bilərəm, amma uşağıma qarşı tam tərsidir məndə. Ən yaxşı bacardığımın ən yaxşısını eləməyə çalışıram. Əlimdən gələnin ən yaxşısını eləməyə çalışıram. Və burada yolda anam onun qulağına təzədən keyləşdirici kremi çəkdi. Bu arada bir gün əvvəldən keyləşdirici kremi götürürsüz ki, həmin gün artıq hardasa prosedurdan 1-2 saat əvvəldən başlayıb bu kremi çəkib, üstünə də stretch glok bağlasanız çox yaxşı keyitmiş olacaqsınız. Əslində sən demə çox adam buna riayət etmirmiş, amma biz bu üsuldan istifadə elədik deyə mən elə gəlir ki, qızım 1 qram da olsun ağrı hiss etmədi. İndi görəcəksiniz, yəni çox belə rahat keçdi və hal-hazırda evdəyik. Bir gün keçib prosedurdan və heç bir ağrısı, sızısı yoxdur. Yatanda da çox rahat yatır, gündəlik həyatında da elə bil ki, heç nə olmayıb. Və biz ikinci dəfə qızımın qulağına keydici çəkib təxminən 10-15 dəqiqə gözləyəndə istədim buradakı qəşəng sırğaları çəkim, sizə göstərim. Açığı bu ağrısız proseduru görəndən sonra istədim mən də elətdirim, amma inşallah ki, mən yaza yaxın çox güman ki, elətdirəcəm. İlk öncə İncinin qulaqlarını adi su ilə tərtəmiz təmizləyirlər. Və o deşim anı gələndə mən də özümü tutub saxladım. Qorxdum ki, bu dəqiqə ağlayacaq, heç nə hiss eləmədi, heç nə yəni. Və uzaqdan xanımın köməkçisi də onu oynadırdı, belə uzaqdan oyuncaqlar və sair göstərirdi ki, fikri yayınsın. Amma buna baxmayaraq mənim qızım çox rahatlıqla fikri yayınacaq bir xanım deyil. Ona görə biraz şok oldum ki, nə yaxşı uşaq ağlamadı. Azca prosedurdan sonra çox azca qulağı qızardı. Yəni o da gün ərzində keçib getdi. Bir də sizə bir sprey yazırlar. Adı çox uzun olduğu üçün deyə bilməyəcəm. O spreyi alıb gündə 2 dəfə səhər və axşam olmaqla spreyi istifadə etməlisiniz qulağa. Bundan başqa hər hansısa bir özəl baxım yoxdur. Hətta mənim qızım istənilən tərəfə, yəni yatır, bəzən sağ tərəfə, bəzən sol tərəfə. Ona rəğmən bir ağrısı, sızısı olmadı. Çox şükürlər olsun.
Və burada yeni açılmış mollardan birinə gəldik. Səhv etmirəmsə adı City Park olmalıdır. Burada Berlin dönərdə oturduq. İllər əvvəl dadına baxmışdım, bəyənmişdim. Amma bu dəfə yediyimin dadını heç bəyənmədim. Düzdür, bacım, anam, yoldaşım hamısı bəyəndilər. Kartofları qəşəng idi, xüsusi ədviyyatla hazırlanır və sosları da çox qəşəng idi. Amma yediyim dönər bəlkə də toyuq dönəri idi deyə bəyənmədim. Amma qalanları kimlər nə yemişdisə, yəni hamısı ət dönərindən idi. Bəlkə də ona görə bəyənmiş ola bilər. Qızımsa burada bizim ona verdiyimiz çörəkləri yeyir və keyfi çox yerindədir. Və yol boyu yavaş-yavaş, indi görəcəksiniz birazdan qar yağmağa başlayacaq. Birinci sulu qar oldu, sonra keçdi əməlli başlı qara və çox qəşəng bir görüntü idi, çox gözəl bir mənzərə idi. Və evə gəlib çıxdıq. İncinin nənəsi qərara gəldi ki, İnciyə toyuq bulyonları hazırlasın. Həm bulyon, həm də toyuğu püre halına gətirdik. Amma tam püre halına gətirmədik. Biraz üyütdük. Çünki düşünürəm ki, artıq 9 ayına az qalıb. Cəmi bir həftəyə 9 ay tamam olur. Tam püre şəklində qidalardan çıxmaq lazımdır. Biraz bütürlü yeməlidir artıq ətləri. Hələ ki, toyuqla başladıq yavaş-yavaş. Mal ətinə də keçid eləyəcəyik inşallah. Videolarında göründüyü üzərə bu bulyonun içərisinə toyuqları əlavə elədi anam və qarışdırandan sonra da buz poşetlərini yığdıq. Buz poşetlərində daha səliqəli və daha yaxşı görsənir. Elə gələn kimi çuğundur, kartofu birlikdə qarışdırıb püre halına gətirib biraz qaynadıb verdik və bunu sevərəkdən yeyir. Fikir verirəm, çuğundura heç vaxt yox demir. Kartofun isə soyutması, qızartması fərqi yoxdur. Püresi, hər şeyi qızımın ən sevimli yeməklərindəndir. Və daha çox belə gözəl videolardan xəbərdar olmaq üçün kanalıma abunə olub, videomu like etməyi unutmayın və kanalıma keçid edərək gündəlik olaraq çəkdiyim bütün vloqlara daha yaxından baxıb tanış ola bilərsiniz. Son olaraq belə qəşəng bir səhnəni sizə göstərmək istəyirəm. Bunu xalası almışdı yeni ildə və artıq indi başlayıb bununla normal şəkildə oynamağa. Mənim üçün çox sevindirici bir haldır. Bir daha hər birinizə xoş izləmələr.